Azərbaycanın müstəqilliyi uğrunda, torpaqların azad olunması uğrunda, suverenliyin bərpa olunması uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla bir dəqiqəlik sükutla yad edilir. Sağ olsun. Hürmetli şəhid ataları və Göyçayımızın ziyalıları, sadə insanları və din xadimləri və Göyçayımız ictimaiyyətinin burada nümayəndələr iştirak edirlər. Bugün bundan qəhrəman bir Göyçaylımız, polkovnikimizin torpağa tapşırıldığı gündür. Üstündən 5 il keçməsinə baxmayaraq, insanlar həmin günü dünən kimi qəbul edirlər. Sırada tanıdığımızın müddət münasibətdə olduğumuz, müddət ünsiyyətdə olduğumuz bir gözəl bir Göyçayımızın gənci. Müəyyən dərəcədə məlumatlar gəlib çatıb və yəqin sıradan qonaqlarında Nəsibə bazda bunu qeyd edir ki, ələrimizlə bir yerdə özün əskərlərlə bərabər döyüşdə bir qəhrəmancasına iştirak edib və qəhrəman kimi də əlac olur. Şəhid bu izdihamı yaratmağı ilə buna bir bariz nümunədir ki, biz şəhidlərimizi unutmuruq və unutmuruq. Bu bizim ən böyük boynumuzun yüküdür. Çünki onlar bu günümüz üçün, bizim gələcəyimiz üçün öz cavan canlarından 5-ci anım mərasimidir. Bugün hər birimiz onun müqəddəs ruhu qarşısında böyük hörmət və ehtiramla baş əyərək deyirik ki, ucaldığın şəhadətin mübarək olsun, Cənab Polkovnik Leytenant. Sən vətən üçün canını, qanını, ailəni, mən deyərdim ki, verdin. Amma bugün sizin sayənizdə bütün Qarabağ azaddır. Artıq hər birimizə məlumdur ki, 4 oktyabr biz Cəbrayılın azad olunması günü, 17 oktyabr Füzulinin azad olunması günü, 20 oktyabr Qubadlının azad olunması günü və nəhayət 25 oktyabr Zəngilanın deyəsən azad olunması gününü biz qeyd edirik. Bu günü bizə yaşadan çox hörmətli Nəsibə xala, sizin dünyaya gətirdiyiniz və heç zaman ağlınıza gəlməyəcək ki, Fidadi Xəlilov yaxşı qiymətlərlə oxuyub, yaxşı təhsil alıb, akademiyanı bitirib, hərbi formanı geyib, vətənə bir ömür boyu şəhidliyinə qədər qüsus videosuna baxdıqca, araşdırdıqca baxırsan ki, o 26 iyun Silahlı Qüvvələr günündən bu yana neçə medalın, mən deyərəm ki, qəhrəmanıdır. O medallar hər biri Nəsibə xala, qüsursuz xidmətə görədir. Vətənə qüsursuz xidmət, 1-ci dərəcəli, 2-ci dərəcəli, 3-cü dərəcəli, 100 illik yubiley, 90-cı illik yubiley, 95 illik yubiley. Hərbisi adından, rəhbərliyi adından başsağlığına gəlmişik. Yəni, bildiyiniz kimi bizim hərbi hissədən Cənab Polkovnik döyüşə gedib, o istiqamətdə şəhid olmuşdu. Yəni, biz onunla çiyin-çiyinə xidmət eləmişik, ona görə bizim üçün daha çox ağırdır. Yəni, onun necə insan olduğu haqqında daha çox sözlər demək olar. Yəni, kimin nə problemi var idi, hər bir şeyə öz sinəsini verirdi qabağa, həmən məsələnin həlli ilə bağlı canla başla o can yandırırdı ki, həmən məsələ xidməti olsun, xidmətdən kənar olsun, hər bir şeyə can yandırıbdır. Ona görə də mən çox danışmaq bizə çətindir. Ona görə ailəsinə, övladlarına başsağlığı veririk. Rəhbərliyimiz adından, hərbi hissəmiz adından, komandanlıq adından Allah rəhmət eləsin, başınız sağ olsun. Çıxış üçün mən sizə bir şey vurğulayayım. Demək 777-də tədbir təşkil edib Tural müəllimin devrində. Bəli, Tural. Polkovnik Leytenant Xəlilov Fidadi gəldi bu dünyaya mərd insan kimi. Çoxları tanımırdı bəlkə bu adı. İndi hamı tanıyır qəhrəman kimi. Şəhidlik qisməti, taleyi idi. Vətəni Vidadinin hər şeyi idi.
Ləqəbi Qubadlı Fatih idi. Qoçaq oğlu idi, pəhləvan kimi. Qarşısında baş əyirəm bu adın. Qırdı düşmənlərin qolundan adın. Qisasını aldın, mübarizin, puladın. Vuruşdu sona dək bir aslan kimi. Yox idi düşməndən qəti qorxusu. Ona mərdlik yaraşırdı doğrusu. Şoda qurban kəsmək idi arzusu. Vətən müharibəsi sona çatan kimi. Amma çox heyif ki qismət olmadı. Özü şəhid oldu, adı yaşadı. Zəfər bizimdir bizim, qəlbimiz dönür dağa, yollar bizi aparır, gedirik Qarabağa. Vətənin dar günündə halk yumuru təkbir oldu, azad oldu torpaqlar, bildik qələbə çaldı, yeni tarix yazıldı, qəhrəman adlarından, illər dastan oxudu, tarix yazanlarından. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Çox sağ olun. İllərlə səbr edib dözdü bu xalqım. Bilirdi bu həsrət bir gün bitəcək. Qarabağ düşməndən azad edildi. Azərbaycan zəfər günün mübarək. Bilsinlər şəhidlər, bilsin qazilər. Tökülən o qanlar olmadı hədər. 44 gündə gəldi bu böyük zəfər. Qarabağ bizimdir, hamı biləcək. Azərbaycan zəfər günün mübarək. Qanla tarix yazdı şanlı ordumuz. Zəfərlə taclandı millimiz. Özünə cənnət yurdumuz. Qarabağım çiçəklənəcək. Azərbaycan zəfər günün də üzdə çiçək açdıran, gecəmizə gün işığı saçdıran, yağları el-obadan qaçdıran. Ey vətən, saman geni şey uçduqca uçasan, bağını ana kimi qucasan, bənlə Qaf dağından ucasan, bu zəfərin mübarəkdir ey vətən. Vətən müharibəsində biz qələbə qazandıq, bugün anım günüdür, qəhrəmanları andıq. Tarix yazdı şəhidlər, hamısı əzizimizdir. 44 günlük müharibə şanlı tariximizdir. Dəmir yumruq düşmənin mənfur başını əzdi. Düşmənlər Qarabağda daim qala bilməzdi. İndi azad Qarabağ günbəgün abadlaşır. Mənim qədim torpağım bu sənə çox yaraşır. Bizə zəfərlərimiz hər binarıq, minnətdarıq hamımız. Yaşa vətən, çox yaşa. Yaraşır zəfər sənə, zəfəri bəxş edənə. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Elə bu sözün arxasında uşaqlara bir gürültülü alqışlar gəlsin. Nəsillərin ictimaiyyət nümayəndələri. Bugün 44 günlük haqq savaşımızda qorxu nə olduğunu bilmədən Polkovnik Leytinant Vidadi Xəlilovun 5-ci anım mərasimidir. İcazənizlə bitməyən Ömür Səlnaməsi adlı tədbirimizi Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edək.
şehitlerimizin aziz hatırasını bir dəqiqəlik sükutla yad edək. Mekanları cennet olsun. Bütün şehitlerimizin ucaldığı o âli zirvəni her zaman bizim için elə unudulmaz ve âli eylesin. Hürmetli merasim iştirakçıları, bayağı da biz mezar başında Hüdayi Xəlilov hakkında danıştık. Ama ben isterim ki Hüdayi Xəlilov hakkında kısa bir hatırlatmanı yeniden sizin nəzərinizə çatdırım. Hüdayi Vaqifoğlu Xəlilov 1982 yıl iyunun 16'sında Göyçay'da Ziyali ailesinde göz açıp 1989-99 yıllarda Göyçay rayonu Akademik Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 1999 yılda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksek neticelerle qəbul olunub. 2003 yılda həmin məktəbi mutatıcı ixtisası üzrə bitirib və leytenant rütbəsi alıb. Hüdayi 2003-2004 yıllarda Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində ixtisas kursu keçib. 2004 yılda Müdafiə Nazirliyinin əmrinə əsasən xidmətini davam etdirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin en sayılı hərbi hissəsinə göndərilib. O müxtəlif hərbi hissələrdə işçilik şərəf və ləyaqətlə yerinə getirərək polkovnik itirat rütbəsinə qədər yüksəlib. Hüdayi Xəlilov 2020 yıl sentyabrın 27'sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğal altında olan ərazilərinin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hüdayi Xəlilov düşmənin atdığı güllə yarasından son dəfə başını Laçın dəhlizində vətənin torpağına qoyub və ciğərinə vətənin havasını çəkib. Onun nəşi 31 oktyabr doğulduğu Göyçay rayon Şəhidlər Xiyabanında büyük hürmət və ehtiramla son mənzilə yola saxlıb. Murovdağ zirvəsinin Qubadlı, Füzuli, Cəbrayıl və Zəngilanın azad olunması uğrunda gedən döyüşlərdə 100'den çox erməni əskərinin və zabitinin canlı qüvvəsinin və texnikasının məhv edilməsində xüsusi igidliklə şücaət göstərib. Bugün dönümündə yad edirik. Bugün her birimiz Qəhrəman polkovnik leytenant Hüdayi Xəlilovun müqəddəs ruhu qarşısında hürmət və ehtiramla deyirik ki, vətən sənin ürəyindən başladı. Cənab polkovnik leytenant, sən vətənə can verdin. Vətən sənə heyran, vətən sənə minnətdardır. Hüdayi, bugün can verdiğiniz Qarabağ torpaqları indi sizin qanınızla suvarılıb. Bugün sizin 30 il düşmanlarda mərd addımlarınızı atarak gözünde bir milletinin sevincini taşıdınız. Bize qələbənin zəfərini yaşattınız. Artık bugün biz müharibənin 35. gününü heyecanla ve aldığımız azad olunan torpaqların, kəndlərin, qəsəbələrin sevinciyle de yaşayırıq. Çok hürmetli Nəsibə xalam. Bilirəm, bu mənzərə sənin üçün nə qədər qürurlu olsa, bir o qədər ağırdır. Bu mənzərənin hər biri vidadır. Gəzəllər, meyxanalar, hər biri sənin oğlun. Mən o vətənin torpağına başımı qoyuydum və bir ömür boyu ən uca zirvə sandığım şəhidlik zirvəsinə ucalardım. Bax, bunu sizin oğlunuz deyil. Ona görə də mən sənə çox hürmət və ehtiramla, dərin üzümlə, başsağlığı verirəm. Sən çox qürurlu anasan. Sen çok mətin anasan. Ben bir şeyi her zaman, yani bir jurnalist olarak araştırıram ki, sen her yerde bir amal uğrunda deyirsən ki, ben bütün şehitlerin anasıyam. Ben bir Hüdayi dünyaya getirdim
Ama bütün şehit olanların gözünü anası bilirəm. Buna göre de biz sənə bir zaldan gürültülü alqışlar istəyirik Nəsib abla. Sen hiç vaxtı tədbirlərdə mənim oğlum Xəylullah dedin. Sen hiçbir tədbirdə mən bunu istəyirəm demədin. Sen bir şey istədin ki, şəhidlər unutulmasın, yaddan çıxmasın. Mən sözü sənə verirəm. Buyur. Mən hamını salamlayıram. Vidadinin işığına toplaşan, uzaqdan, yaxından gələn qonaqlar, başda şəhid anaları, şəhid ataları olmaqla hamıza təşəkkür edirəm ki, məni tək qoymadınız. Çox sağ olun. Burada Vidadinin hərbici dostları, Vidadinin mənim üçün ağırdı bugün danışmaq. Vidadinin ən yaxınları, qohumları, Göyçay xalqımız hamısı buradadır. Çox sağ olun yenə deyirəm, məni tək qoymadınız. Vidadi təkcə mənim oğlum deyildi, o vətən oğlu idi. Ona görə mən onun adım Vidadi deyil, vətən qoymuşdum. Mən onu da vətənə əmanət elədim. Vidadi kimi oğullar Azərbaycanımızı Azərbaycan elədi. Yarımçıq qalan vətənimizi bütövləşdirdi. Vətənimizi bizlərə qaytarıb, özləri qayıtmayan oğlanlardır. Siz hamınız yaxşı bilirsiniz ki, bala heç nəyə bənzəmir. Sağlığında da mən ondan fəxr edirdim. Onun geyimi ilə, onun hərəkəti ilə, onun duruşu ilə evimin şah əsəri idi Vidadi. İndi də mən fəxr edirəm ki, o əyninə geyindiyi, and içib geyindiyi o hərbi paltarı şərəflə soyundu. Mən bütün Instagramda xəbər vermişdim ki, mən Vidadimin axırıncı kəlməsini istəyirəm nə olub. Mənə onu göndərdilər ki, Vidadi şəhid olanda, sanitar xərəyində gedəndə bircə onu deyib ki, mən dünyanın ən xoşbəxt bəndəsiyəm ki, vətənimə görə şəhid oldum. Sağ ol, cənab polkovnik. Halal olsun sənə oğul. Sən ki, vətənə canımı belə qurban verdin. Dövlətimiz sağ olsun. Prezidentimiz sağ olsun. Prezidentimizin o dəmir yumruğun bu qəhrəman oğlanlar əymədi. O bayraqları daha da yüksəkliklərə qaldırıb, yüksəkliklərdə dalğalandırdı. O bayraqlarda bu oğlanların qanı, o oğlanların ürəyi var. Əllərində bayraqla gedib, bayrağa bükülüb gələn oğlanlardır. Mən yenə deyirəm, bütün 92-dən tutmuş indiyə qədər olan şəhidlərin anası, bacısıyam. Kim o şəhidlərə qayğı göstərirsə, mən onların anasıyam, mən onların bacısıyam. Şəxsən mən öz adımdan da deyirəm, şəhid valideynləri adından deyirəm. Bizim maddi yardıma ehtiyacımız yoxdur. Bizim ancaq o oğlanların sayılıb seçilməsinə ehtiyacımız var. Onu da prezidentimiz öz qərarında verir. Sağ olsun devlətimiz, sağ olsun xalqımız, sağ olsun bu qara şallı analar ki, belə qəhrəmanlar böyüdür. O oğlanlar sonradan qəhrəman olmur. O oğlanlar doğulanda qəhrəman olur. Yenə deyirəm, ruhun şad olsun, cənab polkovnik, mənim ağıllı balam, Vidadi balam. İndi öz günündə sənə balam deyib müraciət edəcəm. Qardaşlarımla bir yerdə ruhun şad olsun. Bu restoranda əziyyət çəkənlərə çox sağ olsun deyirəm. Bu məclisi təşkil edib, əziyyətimizi çəkənlər Şamil müəllimə, Famil müəllimə, bütün aşağı itçilərindən tutmuş hamısına təşəkkür edirəm. Nuş olsun, deyin, siz nə qədər bu ehsandan istifadə eləsiniz, analar bir o qədər sakitləşir. Nəsib xala, təşəkkür edirik.